Sahibkarlar düşünürlər ki, qiymət ucuz olanda qənaət eləmiş olurlar və rahat satış eləyirlər. Qiymət baha olanda isə itkiyə gedir, məhsul sata bilmirlər. İndi mən sizə bir real təcrübə göstərmək istəyirəm. Hamımızın evində olan Qabyan şampunları 2 marka fərqlidir. Demək, bir ay əvvəl ekonom Qabyan aldım və bunun qiyməti 1 manat 80 neçə qəpik olmalıdır, yadımda deyil. Amma 2 həftə işlədə bildim. Feri isə 3 manat 29 qəpikdir bu ölçüdə və 2 ay rahat işlətmək mümkündür. İndi deyə bilərsiniz ki, aradakı qiymət fərqi və işlətmə müddətinə görə təbii olaraq bizə sərf edən Feridir. Amma qiymətə görə satışda ən yaxşı ekonomdur. Bəs nə edək? O zaman burada satış strategiyası, reklam strategiyası fərqli olacaq. Ekonom hər zaman reklamında qiymətini ön planda tutmalıdır. Əks halda satış edə bilməz. Qiyməti ön planda olduğu müddətcə satış edəcək. Feri isə hər zaman keyfiyyətini ön planda tutmalıdır ki, satış edə bilsin. Əks halda qiymətini ön planda tutsa satış edə bilməyəcək. Ancaq bir bonus məlumat da verim ki, Feri satışlarında daimi müştəri qazanacaq. Yəni müştəri ilə bağ yaradacaq və o müştəri alan bir də gəlib alacaq. Ancaq ekonomi isə hər dəfə yeni müştəri tapmaq məcburiyyətindədir. İndi siz qərar verin. Sizcə keyfiyyətli amma bahalı məhsul satmaq, yoxsa keyfiyyətsiz və ucuz məhsul satmaq?